Sildim hamısını. Deməli uşaqlar, bu tip misalları necə eləyirik? A maşın B. O deməkdir ki, hansı ədədlərin ortasında maşın şəkli varsa, o misalı belə həll eləyəcəyik. A-nın üzərinə 2 gəlib, sonra üzərinə B gələcək. Və baxsaq birinci misala, görərik ki, burada 9 arasında maşın 2 verilib. Bu deməkdir ki, bax biz bu qayda ilə həll eləyəcəyik. Bax bu qayda ilə. Deməli bizim A-mız 9'dur. B'miz 2'dir. A-mızı yenə 9 yazırıq. B-mizə 2 yazırıq. Və A maşın B, yəni 9 arasında maşın B 2 belə həll olunacaq. 9'un üzərinə 2 gələcək. Sonra üzərinə 2 gələcək. Cavab eləyir 13. Deməli biz 9 arasında maşın 2 bərabərdir 13'ə. Bu bərabərliyimizin cavabını 13 tapdıq. Növbəti misalımız var. Deməli bu şardır. Yəqin ki şara oxşuyur. A'mız 13'dür. B'miz isə 11. Yəni bax buraya yazıram A. Bura isə B. A ilə B olan, ortasında şar olan bax budur. Bu zaman nə etməliyik? Bizə deyir ki, A 13. Buraya yazıram. 13'dən deyir çıx B-ni, yəni 11'i. B'miz də 11'i idi axı. 11'i çıxırıq. Və üzərinə bax 4'ü gəlirik. Üstə gəl 4. Cavabımız eləyəcək 11'dən, 13'dən 11 çıxanda 2. 2'nin üzərinə 4 gələndə cavab eləyir 6. Yəni A variantı.